Salam, hər vaxtınız xeyir. Birinci qruplar üçün 2007-ci il model testlərinin izahlarına baxırıq. Sual nömrə 1. Hansı reaksiya tənliyindəki istilik effekti maddənin əmələ gəlmə istiliyini əks etdirir? Maddənin əmələ gəlmə istiliyi onun bəsit maddələrdən əmələ gəlməsi zamanı ayrılan və ya udulan istilik miqdarına deyilirdi. Yəni, əmələ gələn maddə bəsit maddələrdən yaranmalıdır. Belə olarsa, onda B variantını çıxaq, çünki mürəkkəb maddələrdən maddə əmələ gəlib. D-ni də çıxaq, çünki kalsium karbonatda mürəkkəb maddədir. Yerdə qalanların hamısında karbon qazı bəsit maddələrdən, su bəsit maddələrdən, H-xlor da bəsit maddələrdən əmələ gəlib. İstilik effekti, məsələn, Y variantına baxsaq, əmələ gələn maddə H-xlordur deyək, biz Q-ni böləcəyik 2-yə. Olacaq əmələ gəlmə istiliyi 2/2. Amma istilik effekti burada Q-dür. Yəni, istilik effekti əmələ gəlmə istiliyi olmadı. Q/2 oldu əmələ gəlmə istiliyi. C variantında eyni qayda ilə suyun əmsalı 2-dirsə, yenə Q-ni 2-yə bölməliyik ki, əmələ gəlməni tapmaq üçün. Bu da olmadısa, amma A variantında CO2-nin əmsalı yoxdur deyə, elə Q həm də əmələ gəlmə istiliyidir. Yəni, 1-ə böləndə elə Q qalacaq. Yəni, A variantındakı Q həm reaksiyanın istilik effektidir, həm də CO2-nin əmələ gəlmə istiliyidir, çünki əmsalı yoxdur. Yəni, 1-dir. Cavab olur A variantı. Nömrə 2-yə baxırıq. Hazır tənlik verilib əmsalları ilə bərabər. Deyir ki, oksidləşdiricinin neçə faizi duzun alınmasına sərf olub. Burada oksidləşdirici nitrat turşusudur. Çünki azot müsbət 5-dən müsbət 2-yə gəlib. Əgər nitrat turşusu ilə bağlı nəzəri qaydaları kanaldan izləmişsinizsə, orada biz qeyd etmişdik ki, metalların nitrat turşusu ilə reaksiyasında əgər NO əmələ gəlirsə, belə olanda oksidləşdiricinin 25% reduksiya olur. 5 yaxşı yazmadım. NO alınan reaksiyalarda oksidləşdiricinin 25% reduksiya olunur. Əgər NO alanında 25% reduksiya olunursa, belə çıxır ki, yerdə qalan 75% duzun alınmasına sərf olacaq. Bu da cavab eləyəcək 75 Y variantı. Çünki burada NO əmələ gəlmişdir. Yox, belə istəmirsinizsə izahını, başqa cür də deyim. Bunları buradan silirəm. Nitrat turşusu oksidləşdiricidir. Çünki müsbət 5-dən müsbət 2-yə gəlib. Özü 8 moldur. Duz sink NO3 2-dir. Burada NO3-ün miqdarı 3-ü 2-yə vuranda 6 mol edir. Yəni 8 moldan 6 molu duz əmələ gəlməsinə sərf olubsa, olur 8-də 6 vurulsun 100. Bu da 75% eləyir. Cavab da oldu elə Y variantı. Deməli, 8 mol turşu var, 6 mol azot duzun tərkibində varsa, o da 75% eləyəcək. Üçüncü misala baxırıq. Nömrə 3. Demək, qrafikdə T1 temperaturunda ki, sürəti veriblər 0,2. Yəni, T1 üzr istəyirəm, T1 70 dərəcə olanda V1 0,2 imiş. T2 90 dərəcə olanda temperatur sürət 3,2 olub. Yəni V2 3,2 olub. Temperatur əmsalın, yəni qammanı axtarırıq. Düstur necə idi? V2 bölünsün V1 bərabər qammanın üstündə T2 çıx T1 böl 10. Qiymətləri yerinə yazaq. V2 3,2-dir. V1 0,2-dir. Qammanı bilmirəm, X yazdım yerinə. T2 çıx T1. T2-miz 90 çıx T1 70. 90 çıx 70 bölünsün 10. Buradan vergülləri atsaq, olacaq 32/2, yəni 16. Bərabər X-in üstündə 90 çıx 70 böl 10 qalacaq 2. Nəyin kvadratı 16 eləyər? Yəqin ki, 4-ün qamma eləyəcək 4. Dördüncü misala baxaq.
Hansı duzların məhlullarında kation böyükdür anion yazılıb? Kationların sayı anionlardan böyükdür yazılıb. Birinci misalda maddə verilib natrium 3, PO4. Natrium metaldır, kationdur, 3 moldur. PO4 turşu qalığı aniondur, 1 moldur. Burada kation aniondan çoxdur. Bir şərtimiz ödədi. İkinci maddəmiz sink xlor 2-dir. Sink metaldır, kationdur, 1 moldur. Xlor aniondur, 2 moldur. Burada anion çoxdur. Bu bizə lazım olmadı. Üçüncüdə kalium 2SO4. Kalium metal katyondursa 2 moldur görürük indeksindən. SO4 aniondur, 1 moldur. Burada katyon aniondan çoxdur. Demək 3 də şərtimiz ödədi. Dördüncü formulumuzda kalsiyum NO3 2. Kalsiyum katyondur, 1 moldur. NO3 turşu qalığı aniondur, 2 moldursa burada anion çoxdur. Bu da ödəməlidir. Cavab oldu 1 və 3, yəni Y variantı. Nömrə 5. Hansı gübrələrin tərkibində 2 qida elementi var? Qida elementləri azot, fosfor, kaliumdur. Artıq siz bu maddələrin adlarına görə formulları bilməlisiniz. Birincidə karbamid yazılıb. Karbamid CONH2 2 dəfə idi. Burada ancaq azot qida elementi var. Burada 1 qida elementi oldu. Biz amma 2 deyirsə 1 deyilmiş. Deməli B deyil, Y də deyil heç. 3-dən 4, bir də 2-dən 3 qalıb. İkinci ammofos. Ammofos, yəni NH4 ilə PO4-dən əmələ gələn gübrələrdir. Bu 2 cür ola bilirdi. NH4, H2PO4 bu monoammofos idi. Bir də var idi. NH4 2HPO4. Bu da diammofos. Yəni ammonium 2 dənədir. İndi monoammofos olsun, diammofos olsun fərqi yoxdur. Burada həm azot, həm də fosfor var. Qida elementi kimi. Deməli ammofoslarda 2 dənə qida elementi var imiş. Həm azot, həm fosfor. Hansı olur olsun? Doğru cavab olacaq. Üçüncüdə kalium şorası. Demək ki, cavab bizə lazımdır. Kalium şorası da kalium NO3-dür. Burada kalium da qida elementidir, azot da qida elementi. Burada qeyd eləmişdim. Burada da 2 qida elementi varsa, cavab onda 2-3 eləyəcək. Yəni C variantı. 2-qat superfosfatın da formulunu yazaram. Kalsiyum H2PO4 2. Burada qida elementi ancaq fosfor var. Bizə ikisi lazım edir. Cavab oldu. Onda C variantı. Sonra 6-cı misala baxaq. Nömrə 6. Hansı molekullu birləşmədən rezin almaq olar? Rezin almaq olur kauçuklardan. Səhv eləmirəmsə bu 2024-cü ildə də, yəni bu ildəki imtahanda var idi. 2025 daha doğrusu. Səhv saldım. Birinci imtahanda belə bir şey var idi. Rezin almaq olur kauçuklardan. Kauçukların da polimer ortasında nə olurdu? 2 qat rabitə olurdu. Bax, bunlardan rezin almaq olar. Kauçukları kükürdlə birlikdə qızdıranda rezin əmələ gəlirdi. Kükürdüyü miqdarı 32%-ə qədər olanda cavab 1-3 eləyəcək. A variantı. Bax, modellərdən bir suala rast gəldik. Sonra 7-ci misala baxaq. Maddə natrium hidroksidin suda məhlulu ilə reaksiya daxil olub gliserinlə sabun əmələ gətirir. Bilirik ki, gliserin ali karbon turşusu ilə birlikdə duz əmələ gətirir. Daha doğrusu bağışlayın, yağ əmələ gətirirdi. Həmin o yağları da qələvələrin suda məhlulu ilə reaksiya aparanda sabunlaşma deyilir bu reaksiyalara. Gliserin və sabun yaranırdı. Özə natrium OH-da bərk sabun yaranırdı. Onda belə çıxır ki, X nədir? Yağdır. X yağdır, bir düzdür. Karbohidrat deyil, sadə efir də deyil, karbon turşusu da deyil. Gliserin və sabun əmələ gətirən maddələr yağlar idi. Yalnız bir doğru cavabdır. B variantı. 8-ci misala baxaq. Alkadiyen, yəni CnH2 formullu maddə. Alkadeyenlərdə CC rabitələrin sayı N-1-dir. Çünki açıq zəncirli maddədir. Bizə CC sigma rabitələrin sayını 3 veribsə, onda N bərabər 4 deyilmiş.
Nisbi molekul kütləsini tapın. 4-ü gətirib n-in yerinə qoyanda olacaq C4H6. 12-ni 4-ə vuranda 48, 6 da burada varsa olacaq 54. Əgər alkadenlərin nisbi molekul kütləsi 14-ün çıx 2-də bilirdirsə, 14-ü 4-ə vuranda 56 çıxılsın 2, yəni də 54 eləyəcəkdir. Cavab olacaq 54 C variantı. 9. Bu sualdan keçmiş modeldə də var idi, amma orada biraz başqa cür deyirdi. Hansı maddə bərkdir? Bərkdir deyirsə, məsələn, karbohidrat bərkdir, amin turşu bərkdir, çox atomlu spirt maye idi. Yağ bərk də ola bilər, maye də ola bilər, bilmədiyi hansıdır. Aminlərin qazı da var, mayesi də var amma. Hələ yəqin ki, aliləri bərklər də olacaq. Amma deyir ki, amfoter xassəlidir. Amfoter xassələr bilirsiniz yəqin, amin turşular amfoter xassəlidir və həm də zülalların tərkibinə daxil idi amin turşular. Amin turşuların formulu NH2CnH2NCOOH idi. Bu turşu tərəfi göstərirdi, bu da əsas tərəfi göstərirdi və amin turşular üzvü amfoter maddələr sayırdıq. Deməli ilə amfoter xassəli olduğundan amin turşuya cavab seçə bilərik. 10-cu sual. Təmizləyək. Sulfat turşusu ilə reaksiya daxil olmur yazılır. Sulfat turşusu ilə reaksiya daxil olmayan. Sulfat turşusu turşudursa, qələvi ilə 100% reaksiya daxil olacaq. Bu olmaz. Sonra sulfat turşusu qüvvətli turşu olduğuna görə kalsium karbonatdan CO2 çıxaracaq, barium xloriddən də xloru çıxaracaq. Yəni, xloru turşusunu çıxaracaq. C ilə B-də qaldıq. İndi görün, yəqin ki, yadınıza gəlir. Baxın, bu natrium 2SO4 normal duzdur. Natrium HSO4 turş duzdur. Biz danışmışdıq ki, normal və turş duzlardan hansı duzlar yenidən öz turşusu ilə reaksiya daxil ola bilər, hansısa daxil ola bilməz. Əgər turş duzdakı hidrogenin sayı turşudakı hidrogenin sayına ən yaxındırsa, baxın, burada 1H var, burada amma 2H var. Ən yaxındır da 1 vahid çatmır. Belə olanlar reaksiya getmirdilər. Amma birinci maddəmiz normal duzdur, H yoxdur yanında. Ona görə bu reaksiya daxil olacaq və əmələ gətirəcək natrium HSO4. Yadda saxlayın, turş duzlarda hidrogenin sayı həmin turşudakı hidrogenin sayına ən yaxın olanda reaksiya getmirdi. Məsələn, bir misal gətirirəm. Natrium H2PO4. Bax, bu turşu öz turşusu, yəni H3PO4-dən getməz. Çünki hidrogenin sayı turşudakı H-ın sayına ən yaxındır. Ona görə getməyəcək. Amma yazsaq natrium 2HPO4. Bu H3PO4 ilə gedər. Çünki bu H1-dir. 3-ə ən yaxın deyil də, qonşu deyirlər. Hələ 2 vahid çatmır 3 olması üçün. Bu isə reaksiya daxil olur. Demək, daxil olmayan olacaq onda B variantı. Nömrə 11. 2 mol azot qazından 50% çıxımla neçə mol nitrat turşu salmaq olar? Azot qazı N2, bir dəfə yazırıq bu reaksiyaları, əmələ gəldi nitrat turşusu və azotun sayına görə tənliyə əmsallaşdırırıq. 2 mol azot 2 mol nitrat turşusu əmələ gələcək. Çünki burada 2 azot atomu varsa, 2 azot da burada olmalıdır. Çıxımla işimiz olmasın. 2 mol azotdan yazıram azotun üzərinə. 2 mol reaksiya girən miqdarı 1 moldur. Neçə mol nitrat turşusu alınır? Yazdım üzərinə x mol, aşağıda əmsalını yazdım 2 mol. Tənasib qurduq, x bərabər eləyəcək 4 mol. İndi çıxıma baxa bilərik. Çıxım məsələlərində x-in yeri vacib idi. Bunu hər dəfə deyirəm. X tənliyin sağ tərəfində, görürsünüz. X tənliyin sağ tərəfində olanda aldığımız son cavabı məsələdə verilən faizə vururduq, bölürdük 100-ə. Bu deyiləcəkdir onda 2 mol. Yəni B variantı. Nömrə 12. Deməli, qruplar və dövrlər üzrə istiqamət göstəriblər. Birinci və ikinci oxlar istiqamətində atom radiusları müvafiq olaraq necə dəyişir? Məsələn, birinci istiqamət dövrlər üzrə, görürsünüz, üçüncü dövr üzrədir.
Üçüncü dövr bax bu deməkdir. Yəni soldan sağa bax belə. Bu da tam əksini göstərirlər burada da. Əslində qrupa oxşayır bu. Bir amma dövrü göstərir. Bizdə burada 1, 2, 3, 4, 5, 6 qrupların sayı çoxalar. Yəni soldan sağa gedirik deməkdir. Dövrlərdə soldan sağa getdikcə radius nə edirdi? Azalırdı. İndi ikinci əyriyə baxaq. İkinci əyri bu birinci əyri idi. İkinci əyri üçüncü qrupdur. Üçüncü qrup demək, yəni belə üz aşağı deməkdir. Və dövrlər getdikcə, baxın, dövrlər getdikcə çoxalıb aşağıdır. Yəni yuxarıdan aşağı gəlmək deməkdir. Yuxarıdan aşağıda radius artırdı. Deməli, 1-də azalacaq, 2-də artacaq. Daha doğru oldu, ikinci xətt idi bu. 1-də azalır, 2-də artan, azalır, artır. Cavabı olacaq C variantı. 13-cü misal. Nömrə 13. Eyni kütlədə götürülmüş. Davamını oxumuram. Çünki eyni kütlə misallarında nü bərabər idi. Kiçik m bölünsün böyük m düsturundan istifadə edirdik. Eyni kütlə olanda m burada sabit idi. Hansı qələvlərdən hansının tam neytrallaşmasından daha çox turşu sərf olunur? Daha çox turşu sərf olması üçün tərs astıdakı emir ən balaca olmalıdır. Bunlar içərisində emir ən balaca olan litium olacaq. Çünki litium ən yüngül metaldır. Litium OH-da ən yüngül olacaqsa cavab edəcək ilə A variantı. On dördüncü misala baxaq. Nömrə 14. Duzun 20 dərəcədə suda həll olma misalı 200-dür. K bərabərdir 200-ə. Qram bölünsün litir. Həmin temperaturda 200 qram suya 50 qram duz əlavə etdikdə hansı hadisə baş verər? Bura keçəmişdən qabaq həll olma misalının qiymətindən çıxan nəticələri yazıram. Həll olan bərabər 200 qramdır. Bax, burada gördüyümüz bu 200 həll olanı göstərir. Su bərabər isə 1000 qramdır. Çünki burada 1 litr verilib. 1000 qram sudur. Bəs məhlul nə qədər eləyəcək? Bunların cəmi, yəni 1200 qram. 1000 ilə 200-ün cəmi. Bizə deyək ki, 200 qram suya nə qədər maddə əlavə ediblər? 50 qram maddə əlavə ediblər. Biz də bildik ki, bax, sxemdən görsənir. 1000 qram sudan amma nə qədər maddə həll eləmək olar? 200 qram maddə həll eləmək olar. Yazıram aşağıdan 1000 qram suda da 200 qram həll eləyə bilərəm. Onların verdiyi 50-ni silirəm. Tapıram, görürüm. Əslində 1000 qram suda 200 varsa və 200-də nə qədər var? X var. Və həmin o X tapıram, görürüm nə qədər 200 maddə həll eləmək olarmış 200-ün içərisində. Bunlar qədər qalar burada 5. Onda 5x bərabər 200-dürsə, X-in eləyəcək 40 qram. Deməli, 200 qram suyun içərisində 40 qram maddə həll eləmək olar. Bunlar isə 50 qram maddə həll ediblər. Onda belə çıxır ki, 50 qramın 10 qramı çökəcək, tam həll olmayacaq. 10 qram duz çökəcək, 100%-dir. Cavab D variantı olacaq. Doymuş məhlul alınar, duzun hamısı həll olar. Alınmış məhlulda 20 dərəcədə daha 10 qram bu duzdan həll etmək olar. 10 qram duz çökər, duzun kütlə payı 20% kütlə payına bərabər məhlul alınır. Cavabı yəqin məncə başa düşdük. Bir variantlara da baxa bilərik. Deməli, 200 qram suda 50 qram duz həll ediblər. Biz tapdıq ki, 1000 qram suda 200 qram maddə həll eləmək olursa, 200 qram suda isə 40 qram maddə həll eləmək olar. Bunlar həll ediblər 50 qram. Demək, 50 qramın 10 qramı artıqdırsa, həmin o 10 qram duz çökəcək. Hansı hadisə baş verəcək? 10 qram duz çökəcək, yəni D variantı. Nömrə 15. Bərk yanacağın qazlaşdırılmasına aid olan reaksiya tənzimini göstərin. Bərk yanacağın qazlaşdırılması o deməkdir ki, başlanğıcdakı maddələrdən bərk olsun, əmələ gələn maddələrdən qaz əmələ gəlsin. Məsələn, metan qaz alınan maddədir, karbon qazı da qazdırsa, burada bərkdən qaz alınan deyə bir şey yoxdur. Çünki hamısı qazdır bunların. C variantı, daha doğrusu, ikincidə karbon bərk maddədir. Amma CO qazdır.
Karbonda yanan qazdır, daha doğrusu yanan maddədir. CO da yanan qazdır. Yəni ki, bərk halda yanacaq olub qaz halında yanacaq. Bu oldu yanacağın qazlaşdırılması. Bu doğrudur. Sonra 2 doğrudur. Üçüncüdə yenə karbon bərk maddədir. CO da qaz halındadır, yanacaqdır. Hidrogen də qaz halında yanacaqdır. Burada da bərk yanacaq qaz halına keçdi. Bu da doğrudur. Amma 4-də bərk maddə yoxdur. Metan qaz suda mayedirsə bu sayılmayacaq. Cavab olacaq 2-3 Y variantı. Yəni bərk yanacağın qazlaşdırılması reaksiyası bərk maddənin, yanacaq olan bərk maddənin qaz halına keçməsi, yəni yana biləcək qaz halına keçməsi deməkdir. 16-cı misala baxırıq. Neytral metal atomuna aid elektron formulunu göstərin. Metalların elektron formulları bu NS1 ola bilərdi, NS2 ola bilərdi, NS2, NS2, NP1 ola bilərdi. Amma burada N böyük bərabər 2 idi. Və bunların içərisində bir dənə 2S2, 2P1 metal deyildi, bor elementi idi. Bunları çıxmaq şərti ilə 2 və 2-dən yuxarı olanlarda bu metallara aid idi. Məsələn, 1S2 metal ola bilməz, çünki dedim axı 2-dən başlamalıdır. Heç 1S1 də metal ola bilməz. 3S2, 3P6-da 2-dən P-nin cəmi 8 bizdə, amma maksimum NS2 P1-ə qədərdir. Bu da olmaz. Heç D də olmaz, çünki cəmi 6 edir. Qalır onda B variantı. Niyə? Çünki B variantı bu mənim yazdığım formula aid olmasa da bu formulunda D var. Baxın, bax bu D bunun metal olduğunu göstərir. Çünki əlavə yarım qrup elementlərin qısa formulunda D var idi və onların da hamısı metallara aid idi. 17-ci misala baxırıq. Hansı spirti müvafiq alkenin hidratlaşmasından almaq olmaz? Hansı spirti? Məsələn, belə bir izahlar verilmişdi, yadıma gəlir. Etanoldan sonraki birli spirtlər ki var, onları dehidratlaşdıranda əmələ gəlir alken, sonra həmin alkenden əvvəlki spirti almaq olmur. Məsələn, D variantına bir dənə baxaq. D variantında propanol 1 yazılır. Propanol 1 OH uca birləşir də, bu deməkdir. CH3, CH2, CH2. Bunu müvafiq alkendən, yəni propendən görə almaq olar, yoxsa olmaz. Belə bir alken yazdıq, yəni propen. Çünki burada 3 dənə karbon var idi. Hidratlaşdırmaq deyirsə, üzərinə su əlavə edirdik. Burada Markovnikov qaydası var idi. H çoxa birləşirdi, OH aza birləşirdi. Və əmələ gəlirdi CH3, CH aşağıda OH, bu da CH3. Görürsünüz, yuxarıda yazdığım spirt əmələ gəlmədi. Yəni, qayda budur da, belə deyək, birli spirtlərdən etanolu çıxmaq şərti ilə yerdə qalan heç bir birli spirt alkenin hidratlaşmasından alınmaz. Burada propanol birli spirtdir. Bunu alkenden almaq mümkün deyil. Çünki Markovnikov qaydasına görə OH həmişə ortalara düşəcək. Cavab da D variantı eləyəcək. Yerdə qalan variantları özünüz istəsəniz variant maddələr alkenlər yerinə qoyub yaza bilərsiniz ki, həm də siz özünüz də bu sxemləri sərbəst yazıb düzəldə biləsiniz. Amma qayda belə oldu ki, etanoldan başqa heç bir birli spirti alkenden almaq olmur. Alkenin hidratlaşmasından almaq olmur. Nömrə 18. Hansı sxem birləşmə reaksiyasını əks etdirir? Metan CH4-dür. Metan doymuş karbhidrogendir. Bu birləşmə reaksiyasına getməz. Ona görə biri buradan ataq. İkincidə asetilin, yəni CH3 qat rabitə CH əmələ gəlir vinil xlorid. Asetilin doymamış birləşmədir. Özünə H-xloru birləşdirəndə, H gəlib ta ki bura, xlor da gəlib buna birləşəndə vinil xlorid əmələ gələr. Bu birləşmə reaksiyası mümkündür. Bu doğru. Üçüncüdə də asetilin, yazıram bir CH2, əmələ gəlib sirkə aldehidir. Yadınıza gələrsə, asetilinin su ilə birləşmə reaksiyasından Kucherov reaksiyası ilə sirkə aldehidi alınırdı. Bu da birləşmə reaksiyasıdır. 3-də 2-də. Cavab elə 2-3 eləyər A variantı. H2 ilə 19-cu suala baxırıq. Hidrogen ilə birləşmə reaksiyasına daxil olmayan maddəni göstərin.
Hidrogenlə birləşmə reaksiyaya daxil olmayan, məsələn, baxın, C3H6 doymamış birləşmədə özünə hidrogen birləşdirər. C2H2 doymamışdır, özünə hidrogen birləşdirər. Natrium aktiv metalda hidrogenlə reaksiya daxil olar, birləşər. CH2 o aldehiddir. Aldehidlər hidrogenləşəndə eləyirdilər spirt. Yəni metil spirti, məsələn. Bu da doğru. Qaldı C variantı. C variantında bu neçənci sual idi? Nömrə 19. Kuprim 10 ilə hidrogen birləşmə reaksiyasına getmir. Bu reaksiya hidrogenotermiya adlanırdı. Hidrogen misi buradan əvəz eləyirdi. Əmələ gəlirdi H2O. Misi sıxışdırıb çıxarırdı. Olurdu əvəz etmə reaksiyası. Demək, cavab da olacaq C variantı. Birləşmə getməyəcək, əvəz etməyə gedəcək. 20-ci suala baxırıq. Hansı maddə adi şəraitdə məhlulda heç bir normal duz ilə mübadilə reaksiyasına daxil olmur? Heç bir duzla getmirsə, duzların reaksiya getmə qabiliyyəti var idi. Yadınıza gələr. Duzla duz o vaxt reaksiya gedir ki, götürdüyümüz duzların hər ikisi həll olan duz olsun. Duzların bir çöküntü olarsa bu reaksiya getməz. Bizdə də çöküntü barium SO4 görürsünüz. Barium sulfat çöküntüdür. Heç bir duzla reaksiya daxil olmayacaq. Cavab olacaq B variantı. 21-ci suala baxaq. 21-ci sual deməli X, Y, Z xətləri CnH2 plus 1 CHO tərkibli aldehiddə hansı atomların sayının N'in qiymətindən asılılığını göstərir. Və nömrə 21-də aldehidin formulunu veriblər CnH2 plus 1 CHO. Bu formulda görəsən hansı atomun sayı N'dən asılı deyil? Bax, N karbonda indeksində var, hidrogen indeksində N var, amma oksigende N yoxdur. Deməli, oksigen N'dən asılı deyil. Burada N'dən asılı olmayan vaxt Z-dir, sabit qalıb. Deməli, Z oksigeni göstərir. Y və X. Fikir verirsinizsə, rəqəmlər verdikcə X daha böyük artır. O da yəqin ki, hidrogendir. Çünki karbona məsələn 1 verəndə hidrogen olacaq 3. Karbona 2 verəndə hidrogen olacaq 5. Karbon bir dənə artanda hidrogen daha çox artırsa, deməli bu X hidrogen olacaq. Y də karbon eləyəcək. Cavab olacaq hidrogen, karbon, oksigen. Hidrogen, karbon, oksigen də A variantında var. Nömrə 22. Bərabər həcmdə götürülmüş N2 və O2 qazlar qarışığının kütləsi 15 qramdır. N2 və O2 bərabər həcmdə götürülsə, bu da X mol olsun, bu da X mol olsun. Topladım, bir qarışıq 15 qramdır. Bərabərləşdirdim 15 qrama və X-i tapıram buradan. Azot olacaq 28X, oksigen olacaq 32X, bərabərdir 15-ə. Hamısı oldu 60X bərabər 15. X də bərabər 15-i 60-a böləndə 0,25, yəni 4/1. Deməli, qazlar 0,25 mol imiş hər biri. Bu qarşıda neçə litr azot qazı var? 0,25 mol, 1 molun 4/1-dirsə, onda 1 molumuz 22,4-sə, bunu 4/1 eləyəcək 5,6 litr. Yəni, tənasib qurmalısıdır. İstəyirsə, tənasib da quraq. 0,25 mol X litrdir. 1 mol nə qədərdir? 22,4. Yəni, X 5,6 eləyəcək. Yəni, C variantı. Nömrə 23. Hansı maddənin molekulunda sigma və pi rabitələrin sayı eynidir? Bunun üçün məcburən maddələrin formullarını yazmalıyıq. Amma formulları yazmada nə eləyə bilərik? Məsələn, 1-2 variantı çıxarda bilərik bəlkə də. O çıxartmaq üçün məncə hamısını yazaq. Məsələn, C2H4 alkendir, 2 qat rabitəsi var. Bu olacaq H2, bu da oldu H2. Burada 1 pi var. Sigma, amma 4 dənə sigma burada var. Bir dənə də ortada varsa, oldu 1 pi, 5 sigma. Bunlar bir-birinə bərabər olmadılar.
B variantı CH2O qarışıq aldehdidir. HCOH. Burada bir dənə pi var, amma sigmalara baxın 1, 2, 3 sigma. Bunlar da eyni olmadılar. C variantında azot 3 qat rabiti ilə birləşir. 2 pi'si var, 1 sigması var. 3 qatın ikisi pi, biri sigma idi. Bu da olmadı. D variantında C2H2 asetilendir. Yəni arada 3 qat rabitə var. H-lar da var burada. Pi rabitə. Ortada var bir dənə sigma. Hidrogenlər də sigma ilə birləşirsə 3 sigma 2 pi oldu. Bu da olmadı. Demək cavab Y variantıymış. CO2-nin quruluş formulu C ortada, oksigenin biri sağda, biri solda 2 qatla birləşirlər. 2 qatın biri pi, biri sigmadırsa, burada sigma ilə pi bir-birinə bərabər olacaq. O da olur Y variantı. Nömrə 24. Deməli, X, Y, O4 üstə gəlinsin H2SO4 əmələ gəlib HYO4 plus nəsə nöqtələri verilir. Bir tənliyində X və Y elementləri ən yüksək oksidləşmə dərəcəsində dilərsə, ən böyük oksidləşmə dərəcəsi göstərirlərsə, onların baş oksidlərinin formullarını tapın. Birinci bu X-dən Y-in oksidləşmə dərəcəsini tapmalıyıq. Sol tərəfdə X-də naməlum, Y-də naməlum olduğuna görə sağ tərəfdən başlamaq lazımdır. Oksigenin mənfi 2, H-ın müsbət 1 olduğunu biliriksə, Y-ə qaldı müsbət 7. Y müsbət 7-dirsə, onun baş oksidi olacaq Y2O7, yəni 7 valentli birləşməsi. Baş oksid ən böyük oksidləşmə dərəcəsindəki oksid deməkdir. İndi Y-in müsbət 7-sini gətirib burada yerinə yazsam, oksigeni də mənfi 2 versəm, X-ə qalacaq müsbət 1. 4, 2-nin mənfi 8, bu da müsbət 8, cəm oldu 0. X-də 1 variantlı oldusa, onda bunun baş oksidi X2O eləyəcək. Cavab da olacaq D variantı. Nömrə 25. Hansı alkanın tam yanması zamanı alınan məhsulların mol nisbəti 2-nin 3-ədir? Alkanların yanmasının düsturunu yazıram. Baxaq, CnH2 plus 2. Üstə gəl, oksigen əmsalına ehtiyac yoxdur. N mol karbon qazı alınır. N üstə gəl, 1 mol su alınır. Alınan məhsulların mol nisbəti, yəni N'in N plus 1-ə nisbəti 2-nin 3-ədirsə, onda N2 versəm, burada 3 düşəcəksə, demək N2 imiş, hidrogen su da 3 imiş. Su 3 olanda nə olacaq onda? S2 mol olacaq, H da 6 eləyəcək. S2H6 olacaq maddə, cavab olacaq B variantı. C2H6-nı yandırsam, 2 mol karbon qazı və 3 mol da su əmələ gələcək. 2 karbon, 6 dənə də hidrogen yaranacaq. Olacaq B variantı. Bu da sadə sual idi. Bu da 2007-ci ilin model testi. Növbəti də yəqin çalışaraq bugün ya da sabah 2008-ci ilin model testlərində birinci qruplardan izah edərik.